Salam, bugün sizinlə Salur Qazanın evinin yağmalandığı boy əsərinin təhlilini bölüşəcəm. Başlayaq. Bir gün Tulu quşun balası, yazıqların ümidi, Amid soyunun aslanı, Qaracığın qaplanı, Qonur atın yiyəsi, Urus xanın ağası, Bayandır xanın kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası, Ulaş oğlu, Ulaş oğlu Salur Qazan yerindən durmuşdu. Deməli, bunlar Salur Qazanın təyin ediciləridir. Deməli, Amid soyundan gəldiyini görürük. Urus xanın ağası Urus Qazanın oğludur. Ulaş oğlu olduğu qeyd olunur və atının adı da Qonur atdır. Aha, 90 otaqlı uca evlərini qara yer üzərində dikdirmişdi. 90 yerdə böyük ipək xalı döşətmişdi. 9 qara gözlü, baxın bunu diqqətlə oxuyun. 9 qara gözlü, göyçək üzlü, saçı arxada düyünlənmiş, köksü qızıl düyməli, əlləri biləyindən xınalı, barmaqları naxışlı, gözəl kafir qızları qalın Oğuz bəylərinə şərab paylayırdı. Demək, kafir qızları Oğuz bəylərinə şərab paylayırdı. Aha, deməli, boyumuz məclislə başlayır. Ulaş oğlu Salur Qazan içdi, axırda şərabın təsiri başına vurdu. O, qaba dizləri üstünə çöktü, dedi. Deməli, sözü ilk Salur Qazan başlayır. Aha, görək nə deyir. Sözümüzü dinləyin, sözümü dinləyin, səsimə səs verin. Bəylər, yata-yata yanımız ağladı. Dura-dura belimiz qurudu. Duraq gedək abəylər. Ov ovlayaq, quş quşlayaq. Sığın, keyin yıxaq. Qayıdıb otağımıza düşək. Yeyib içək, günümüzü xoş keçirək. Deməli, birinci Qazan xan. Qazan xan təklif edir ki, ova gedək. Aha, birinci təklifi qəbul eləyən Qıyan Səlcikoğlu Dəli Dondaz. Baxın, birinci təklifi qəbul eləyən kim oldu? Qıyan Səlcik oğlu Dəli Dondaz. Aha, bəli, Qazan. Bəli, xan Qazan məsləhətdir. Deməli, birinci Qıyan Səlcik oğlu Dəli Dondaz razılaşır. İkinci, Qaragünə oğlu Qarabudaq razılaşır. Ağam Qazan məsləhətdir. Onlar belə dedikdə at ağızlı Aruz qoca, deməli, at ağızlı Aruz qoca burada razılaşmır, sual verir. Deməli, Aruz qoca, Aruz Qazanın dayısı idi. Aruz qoca iki düzü üstünə çöküb dedi: Ağam Qazan, sası dilli Gürcüstan sərhəddinə gedirsən. Deməli, hara getdiyini biz kimin dilindən öyrənirik? Aruz qocanın dilindən öyrənirik. Deyir ki, Gürcüstan sərhəddinə gedirsən. Bəs qərargahın üstünə kimi qoyursan? Deməli, kimi qoyursan? Bunu deyir Aruz qoca. Aha, kimi qoyursan? Xan Qazan dedi. Oğlum Uruz, deməli Uruz 300 igidlə evimin keşiyində dursun. Aha, qonur atını çəkdirdi. Deməli, qonur at kimin idi? Qazanın. Qazan xanın atı qonur atdı. Baxın, hər ikisi q ilə başlayır. Belə yadda saxlaya bilərsiniz. Deməli, qonur atını çəkdirdi, mindi. Dəli Dondaz təpəlqaşqa ayğarını mindi. Deməli, Dəli Dondazın atının adı nə oldu? Dəli Dondaz təpəlqaşqa atını mindi, ayğarını mindi. Qazan bəyin qardaşı Qaragünə. Qaragünə Göybədəvi atını tutturub mindi. Bayandır xanın düşmənini məğlub edən, baxın, Bayandır xanın düşmənini məğlub edən Şir Şəmsəddin ağ atını mindi. Parasarın Bayburt hasarından sıçrayıb aşan, Bayburt hasarından sıçrayıb aşan Beyrək boz ayğırına mindi. Qonur atlı qazana keşiş deyən, baxın keşiş deyən yeynək duru ayğırına mindi. Saymaq istəsəm tükənən deyil. Qalın Oğuz bəyləri atlandılar. Böyük qoşun Aladağ ova çıxdı. Demək, Gürcüstanın Aladağına ova çıxır. Aha, demək uşaqlar, buna bir də diqqət eləyək. Deməli, ə, qonur at qazanan oldu. Dəli Dondaz təpəlqaşqa. Bu necə yadda saxlayırsınız? Baxın, Dəli Dondaz.
İki sözdən ibarətdir. Təpəlqaşqa iki sözdən ibarətdir. Buradan yada saxlaya bilərsiniz. Qara günə göy bədəvi at. Qara günə. Baxın, burada qara rəng var. Qara rəngi. Atanın adı da göy bədəvi. Baxın, göy rəng. Hər ikisi rəng adı ilə yadda saxlaya bilərsiniz. Bayandır xanı düşmənini məğlub edən Şir Şəmsəddin Ağ atı. Aha. Baxın, bu isə imtahanlara düşür. Parasanın Bayburt hasarından sıçrayıb aşan. Baxın, Bayburt hasar. B, beyrək B. Hər ikisi B ilə başlayır. Beyrəyin atı boz ayğır. Deməli, bu da B ilə başlayır. Belə yada saxlaya bilərsiniz. Qonur atlı qazana keşiş deyən. Baxın, keşiş deyən yeynək. Baxın, K ilə yeynəyin son hərfi K. Buradan yadda saxlaya bilərsiniz. Bu da duru ayğırına mindi. Aha, harda ova çıxacaqdılar? Aladağa ova çıxdı. Kafirlərin casusu bunu gördü. Deməli, kim görür ilk? Casus görür. Və gedir Şöklü Məliyə xəbər verir. Deməli, bunları görən Şöklü Məlik deyil. Kafirlərin casusu görür. Aha, 7000 qaftanının arxası cırıb. Deməli, bu 7000 kafir düşərgəyə hücum edir. Gəlirlər yəni. Aha, bunlar qaftanın arxası cırıq. Kəsik qara saçlı, sası dinli, din düşməni, alaca atlı kafir mindi çapdı gecə yarısı, baxın, gecə yarısı. Qazan bəyin düşərgəsinə gəldi. Kafirlər onun qızıl tağlı evlərini çapıb taladılar. Deməli, evlərini çapıb talayırlar. Qara bənzər qız gəlinlərini çığırışdırdılar. Tövlə-tövlə atlarını mindilər. Qatar-qatar qızılı dəvələrini yedəkləyib apardılar. Qiymətli xəzinəsini, bol pulunu talan etdilər. 40 incə belli, baxın, 40 incə belli qızı, qız və boyu uzun Burla xatun əsir getdi. Qazan bəyin qarımış anası qara dəvə boynundan asılı getdi. Qazan xanın oğlu Uruz bəy, deməli Uruz bəy də 300 igidlə əsir olur. Deməli, Uruz bəy 300 igidlə, amma Burla xatun 40 incə belli qızla əsir düşür. İlək qoca oğlu Sarı Salmac, demək, Qazan bəyin evi üstündə şəhid oldu. Deməli, ilk şəhid olan obrazımız hansıdır? Sarı Qalmac. Deməli, bu Qazan bəyin evi üstündə şəhid olur. Deməli, ilk şəhid olan Sarı Qalmac. Başlayaq. Qazanın bu işdən xəbəri yox idi. Kafir dedi: "Bəylər, deməli, bu hissədə diqqətli olursunuz. Kafir deyir. Baxın, bunu kafir deyir. Bəylər, Qazanın tövlə-tövlə şahanə atlarını minmişik. Qızıl gümüşünü talan etmişik. 40 igidlə oğlu Uruzu dustaq etmişik. Qatar-qatar dəvələrini gətirmişik. 40 incə belli qızla Qazan xanın arvadını tutmuşuq. Biz bu heyfləri Qazana vurmuşuq. Bunu kafir deyir. Kafirlərdən biri deyir. Aha, bax, bu hissə əsasdır. Kafirlərdən biri deyir. Qazan bəydə bir heyfimiz qaldı. Deməli, bu heyfi deyən, birinci heyfi deyən kafir olur. Testlərdə düşür ki, Şöklü Məlik deyir, amma yanlışdır. Kafir deyir. Aha, amma Şöklü Məlik sual verir. Deyir ki, nə heyfimiz qaldı? Aha, kafir. Qazanın qaplı Dərbətdə 10 min qoyunu vardır. Deməli, Dərbətdə 10 min qoyunu vardır. Deməli, bunu kim deyir? Kafir deyir. Bu heyfi kafir deyir. O qoyunları da götürsək, Qazana çox böyük ziyan vurarıq. Şöklü Məlik 600 kafir getsin, qoyunu gətirsin. Deməli, neçə kafir getsin? 600 kafir. Deməli, qoyun 600 kafir. Kim bu fikri irəli sürür? Kafir. Yəni Şöklü Məlik deyil. Aha, 600 kafir atlandı, qoyun üzərinə yürüyüş etdi. Gecə yatarkən Qaraca çoban yuxuda qara qayğılı əhvalat gördü. Deməli, yuxunu ilk görən Qaraca çobandı. Demək, ilk yuxu görən Qaraca çobandı. Aha, ədəbiyyatda başqa yuxu görən obrazlar hansılar idi? Deməli, dərzi şagirdi Əhməddə Əhməd obrazı. Əhməd obrazı.
Daha sonra Koroğlu, sonra İbrahim xan, Vaqif əsərində İbrahim xan, Leyli və Məcnunda Zeyd obrazı, Dəhnamədə Aşiq, Aşiq, sonra Qaytar ana borcunda ana, həmçinin Səlma ana, bunlar yuxu görən obrazlardır. Deməli, birinci kim yuxu görür? Qaraca çoban. Birinci Qaraca çoban yuxu görür. Yuxusunu yozurmu? Yozmur. Yuxu yozan Qazan xan olacaq. Aha, yuxu görür və öz qardaşları, iki qardaşı, Qaban gücü və Dəmir gücü qardaşını yanına çağırdı və ağlın qapısını bərkidir. Deməli, yuxu görəndən sonra gördüyü işlər hansılardır? Ağlın qapısını bərkidir, üç yerdə daş yığdı və ala qollu sapandını əlinə aldı. Aha, ağıl bu arada uşaqlar amonim sözdür. Biri insanın ağlı, bir də ki ağıl heyvanları saxlamaq üçün tövlə mənasında olur. Aha, Qaraca çobanın üstünü qəflətən 600 kafir aldı. Deməli, neçə? 100, 600 kafir aldı. Aha, qaranlıq axşam olanda qayğılı çoban. Qar yağış yağanda ocaqlı çoban. Baxın, bu iki hissəni yadda saxlayın. Çünki bununla başlayan başqa müraciət də olacaq. Orada Qazan xan Qaraca çoban deyirdi. Amma fərqi var. Burada qar yağış yağanda ocaqlı çoban. Amma Qazan xan orada qeyd edirdi ki, qarla yağış yağanda ocaqlı çoban. Qarla yağış yağanda. Qarla yağış olanda Qazan xan deyirdi. Amma qar yağış yağanda olanda bunu isə kafir deyirdi. Aha, qaranlıq olanda qayğılı çoban, qar yağış yağanda ocaqlı çoban. Südü, pendiri bol qaymaqlı çoban. Qazan bəyin tağlı evlərini biz yıxmışıq. Deməli, bundan sonra kafir gördüyü işləri danışır. Tövlə-tövlə şəhanə atlarını biz minmişik. Demək, atlarını minmişik. Qızıl dəvəsini yedəkləmişik. Qaracıq anasını gətirmişik. Qiymətli xəzinəsini, bol pulunu talan etmişik. Qaza bənzər qız gəlinini əsir etmişik. 40 igidlə qazanın oğlunu biz tutmuşuq. 40 incə belli qızla qazanın arvadını biz gətirmişik. Aha, ay çoban, uzaqdasan, yaxındasan, bəri gəl, bəri gəl. Aha, baş endirib tənzim et. Bizi salam verir öldürməyək. Səni Şöklü Məliyin yanına aparaq. Demək, Şöklü Məliyin yanına aparaq, bəylik alıb verək. Deməli, bəylik vermək vəzifəsini buna kafir deyir. Testlərdə düşə bilər ki, bəyliyi Şöklü Məlik təklif edir, amma bu yanlışdır. Bəylik deyil. Yəni Şöklü Məliyin bundan xəbəri yox idi. Bəylik, bəylik verməyi kafir deyir. Aha, bəylik verək, çoban dedi. Çoban dedi. Boş-boş danışma, itim kafir. Deməli, kafiri it adlandırır. İtimlə bir yalaqdan yal içən azğın kafir. Azğın adlandırır. Altındakı alaca atını nə öyərsən? Burada isə artıq bənzətmələr var. Deməli, kafirin atını deməli keçisi ilə bənzədir. Ala başlı keçincə görünməz mənə. Başındakı dəbilgəni börkü ilə bənzədir. Başımdakı börkümcə görünməz mənə. 60 tutan nizəni nə öyərsən nurdar kafir. Deməli, nizəsini qırmızı dəyənəyimcə görünməz mənə. Dəyənəklə əvəzləyir, yəni müqayisə edir. Qılıncını nə öyərsən ay kafir. Qılıncını isə çov çovkanımca görünməz mənə. Belində 90 oxunu nə öyərsən ay kafir. 90 oxunu isə sapandı ilə müqayisə edir. Uzaqdasan, yaxındasan, bəri gəl. İgidlərin zərbəsini gör, sonra get. Deməli, burada əsas diqqət ediləcək məqamlar atını keçisinə, dəbilgəni bökümcə, nizə dəyənək, qılıncı çovkasına, oxunu isə sapandı ilə müqayisə edir. Aha, kafirlər
Təklifsiz at təpdilər, ox səpdilər. İgidlər igidi Qaraca çoban sapandının ağzına daş qoydu, atdı. Birini atanda ikisini, üçünü yıxdı. İkisini atanda üçünü, dördünü yıxdı. Kafirlərin gözünə qorxu düşdü. Qaraca çoban kafirin 300 demək kafirin 300-ünü, demək 300-ünü sapatla yerə yıxdı. Deməli 600-ü gəlmişdi, 300-ü öldü. Deməli 300-ü öldü. Yerdə qaldı 300 kafir. Aha. İki qardaşı isə oxlandı, şəhid oldu. İki qardaşı. Qardaşları hansılar idi? Qaban gücü və dəmir gücü. Hər ikisi şəhid olur. Aha. Çobanın daşı tükəndi, qoyun demir, keçi demir, sapandın ağzına atır, kafiri yıxırdı. Deməli, daşı tükənir, qoyun atır, sonra keçi atır. Kafirin gözü qorxdu. Dünya aləm başına qaranlıq oldu. Dedilər, arzusu gözündə qalsın. Bu çoban birdən bizim hamımızı qırar. Daha durmayıb qaçdılar. Çoban şəhid olan qardaşlarını dəfn etdi. İki qardaşını dəfn edir. Kafirlərin leşindən böyük bir təpə düzəltdi. Çaxmaq çaxıb od yandırdı. Yapıncısından kəsib yandırdı. Qurumunu yarasına bastı. Deməli, burada Qaracı çobanın yaralandığını görürük biz. Aha, yolun əyrisini tutub oturdu. Ağladı, sızladı. Dedi: Salur Qazan, bəy Qazan, ölmüsənmi, dirisənmi? Ölüsənmi, dirisənmi? Bu işlərdən xəbərin yoxdurmu? Sən demə, o gecə qalın Oğuzun dayağı, Bayandır xanın, deməli, qalın Oğuzun dayağı, Bayandır xanın kürəkəni, Ulaş oğlu Salur Qazan yuxuda qarmaqarışıq əhvalat gördü. Baxın, ikinci yuxu görən isə Salur Qazandı. Birinci yuxu görən oldu Qaraca çoban, ikincisi Salur Qazan. Və hövlnak ayağa durdu. Qardaşım Qaragünə, bilirsənmi? Baxın, burada Salur Qazan artıq yuxusunu yozur, amma Qaraca çoban yuxusunu yozmamışdı. Aha, qardaşım Qaragünə, bilirsənmi yuxumda nə göründü? Qara qayğılı əhvalatlar gördüm. Gördüm ki, yumruğumda bir şahin çırpınıb quşumu əlimdən alır. Yuxuda nə görsə onlar danışır. Deməli, birincisi oldu, yumruğumda bir şahin çırpınıb quşumu əlimdən alır. Bu ikincisi. Hündür evimin üzərinə göydən ildırım çaxdığını gördüm. Qatı qara, qara dumanın düşərgəmin üstünü bürüdüyünü gördüm. Üçüncüsü. Quduz qurdların dördüncüsü, evimin dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Beşincisi. Gördüm ki, qara saçım, altıncısı. Qara saçım qarığı kimi uzanır. Uzandıqca gözümü örtür. Əllərimdə 10 barmağın qan içində gördüm. Deməli, qan içində gördüm. Bu yuxunu görəndən bəri ağlımı, huşumu yığa bilmirəm. Xan qardaşım, mənim bu yuxumu yoz mənim üçün. Deməli, yuxu yozan obraz. Yozan obraz olur Qaragünə. Bir də ki, yuxu yozan obrazlardan biri də Vaqif dramında, demək İbrahim xanın yuxusunu yozmuşdu. O da olacaq şeyx obrazı. Demək İbrahim xan yuxusunu şeyx yozmuşdu. Amma şeyx müsbətə yozmuşdu. Burada isə müsbət yox, mənfiyə yozur. Aha, deməli şeyxlə Qaragünə Şeyx və ya qara günə üçün oxşar cəhət yuxu yozmaq götürə bilərik. Aha, qara bulud dediyin sənin taleyindir. İndi yuxusunu yozur. Demək, qara bulud taleyi oldu. Qar ilə yağmur dediyin sənin qoşunundur. Demək, qarla yağmur qoşundur. Saç qayğıdır, dərd sərdir. Demək, saç dərd sərdir. Qan qaranlıqdır. Demək, qan qaranlıqdır. Amma şeyx qanı müsbətə yozmuşdu. Qan məsələsini şeyx müsbətə yozmuşdu. Qalanı yoza bilmərəm, Allah yozsun. Deməli, Qara Günə yuxunun hamısını yoza bilmir. Beləliklə Qazan dedi: Mənim omumu pozma, qoşunumu dağıtma. Mən bugün qonur atı çapıb, deməli, öz atıdır yenə burada qeyd olunur. Qonur atı çapıb 3 günlük yolu bir gündə gedərəm. Yurduma baş çəkərəm. Əgər salamatlıqdırsa, axşam olmadan yenə sənin yanına gələrəm. Oradakılar sağ-salamat deyilsə, başınıza çarə edin. Bax, deyir burada Qazan xan Qaragünəyə
demir ki, mən gəlməsəm siz də qayıdın. Yəni elə bir şey yoxdur. Deyir ki, mən gəlməsəm başınıza çarə edin. Yəni onlar da çağırmır. Mən daha getdim. Qazan bəy qonur atını mahmızladı. Yola çıxdı. Gəlib yurduna çatdı. Gördü ki, yurdunda bir tazı qalıb, quzğun. Bir tazı qalıb, deməli yurduna iki şey qalıb. Tazı və quzğun. Aha, Qazan bəy burada yurdu ilə xəbərləşib, görək xanım necə xəbərləşib demişdi. Deməli, birincisi yurdla xəbərləşir. Yurd. Aha, qohum dəbilqəli kamam yurdum. Qula, qulan, qulanla sığına keykə qolçu yurdum. Səni düşmən haradan talayıb gözəl yurdum. Uca evimin tiktisi yurdu qalmış. Qoca anamın oturduğu yer də qalmış. Oğlum Uruzun ox atdığı nişan qalmış. Deməli, birinci oldu yurd. Bu halı gördükdə Qazan qara qıyıq gözləri qan yaş doldu. Qanı damarlarında dayandı. Qara bağrı sarsıldı. Qonur atını dizləri ilə vurub kafirin keçdiyi yola düşdü. Getdi. Qazan qarşısında bir su çıxdı. İkinci məsləhətləşdiyi, soruşduğu şey sudur. Demək, birinci yurd, ikincisi su. Aha. Dedi, su Allahın üzünü görmüşdü. Mən bu su ilə xəbərləşim, görək xanım necə xəbərləşdi. Çağlayaraq qayalardan çıxan su. Deməli, qayalardan çıxan su. Ağac gəmləri atıb tutan su. Həsən və Hüseynin həsrəti su. Bağ ilə bostanın zinəti su. Ayşə ilə Fatimənin baxışı su. Şahanə atların içdiyi su, qızıl dəvələrin gəlib keçdiyi su, çevrəsində ağ qoyunların yatdığı su. Yurdumdan bir xəbər bilirsənsə de mənə. Dərdli başım qurban olsun suyum sənə. Deməli, su necə xəbər versin? Deməli, ikinci su oldu. Birincisi yurd, ikincisi su. Aha, su necə xəbər versin? Sudan keçdi. Bu dəfə qurda rast gəldi. Deməli, üçüncüsü olacaq qurd. Bu ardıcılığı yadda saxlayın uşaqlar. Qurd üzü uğurludur. Qurdla bir xəbərləşim. Deməli, qurd üzü uğurludur. Qurdla bir xəbərləşib. Suya demişdi ki, su Allahın üzünü görüb. Baxın burada. Su Allahın üzünü görmüşdür. Amma qurda deyir ki, qurd üzü uğurludur. Aha, görək xanım necə xəbərləşdi. Qaranlıq olanda günü doğulan, qarla yağış yağanda ər kimi duran, qaracıq atları kişnəşdirən, qızıl dəvə gördükdə enləşdirən, ağca qoyun görəndə quyruğu ilə qamçı çəkən, arxası ilə vurub bərk ağlın ardını sökən, burma axta kök qoçları alıb tutan, qanlı quyruq üzüb şap-şap udan, ulaşması köpəkləri təşvişə salan, əldə məşər çobanları gecə vaxtı yüyürdən. Yurdundan bir xəbər bilirsənsə de mənə, dərdli başım qurban olsun sənə. Qurd necə xəbər versin? Deməli, qurd da xəbər vermir, qurddan da ötüb keçir və qaraca çoban qara köpək. Qaraca çobanın qara köpəyi. Baxın burada Qaraca çobanın qara köpəyi. Qazanın qarşısına gəldi. Qazan qara köpəklə xəbərləşdi. Görək necə xəbərləşdi. Deməli, ən axırıncı xəbərləşdiyi şey köpək olur. Köpək. Aha. Demək, qaranlıq axşam olanda hav-hav hürən. Turş ayran töküləndə şap-şap içən. Gələn yadı oğrunu qorxudan. Hürməyi ilə qorxudaraq kürküdən. Yurdumun xəbərini bilirsənsə de mənə. Dərdli başım sağ olduqca yaxşılıqlar edim köpək sənə, dedi. Köpək qazanın altının ayağından atılıb düşür, zing-zing zingildəyir. Qazan qamçı ilə köpəyi vurur. Demək, köpəyi vurur. Köpək çəkildi, gəldiyi yola getdi. Qazan köpək qovlayıb Qaraca çobanın yanına gəldi. Deməli, köpəkdən sonra Qaraca çobanının yanına gəlir. Deməli, insan olaraq, yəni subyekt olaraq ilk kimin yanına gəlir, kimlə danışır? Qaraca çobanla. Qaraca çobanla danışır. Aha. Çobanı gördükdə xəbərləşdi. Xanım necə xəbərləşdi? Qaranlıq axşam olanda qayğılı çoban. Baxın, bunu Qaraca çoban deyir. Yox, Qazan deyir, Qazan. Qazan Qaraca çobana deyir. Qaranlıq olanda qayğılı çoban. Qarla yağış yağanda od ocaqlı çoban. Baxın burada bu iki hissə. Bayaq kafir Qaraca çobana demişdi. Bu hissəni demişdi. Sadəcə fərq nədir? Kafir deyəndə qar yağış yağanda, baxın, kafir deyəndə orada
Peki baxmaq istəyən uşaqlar. Aha, qar yağış yağanda od ocaqlı çoban. Qar yağış yağanda. Amma qazan deyəndə qarla yağış yağanda. Buradakı la bağlayıcı. Demək, bağlayıcını yadda saxlaya bilərsiniz. Demək, bağlayıcı olan salur qazandı. Aha, bunu kimə deyir? Qaraca çobana deyir. Qaraca çoban. Aha, səsimi anla, sözümü dinlə. Evimi buradan keçdiyini gördünmü? De mənə. Dərdli başın qurban olsun çoban sənə. Deməli, evini soruşur. Qazan, qarı çobandan soruşur. Çoban deyir. Ölmüşdünmü, itmişdinmi, a qazan? Harda gəzirdin, hardaydın, a qazan? Dünən yox, o biri gün evin buradan keçdi. Qoca ana qara dəvə boynundan asılı getdi. Deməli, anam qara dəvə boynundan asılı getdi. 40 incə belli qızla arvadın Burla xatun aha, ağlayıb burdan keçdi. 40 igidlə Uruz başı açıq, ayağı yalan kafirlərin yanında dustaq getdi. Tövlə-tövlə atlarını kafir minmiş. Qatar-qatar qızıl dəvələrini kafir yedəkləmiş. Qızıl, gümüş, pul xəzinəni kafir talamışdı. Çoban belə deyəndə qazan ah çəkdi. Başı ağlı başından çıxdı. Dünya aləm başına qaranlıq oldu. Dedi, ağzın qurusun. Çoban, dilin çürüsün çoban. Allah sənin alnına bəla yazsın çoban. Qazan belə deyəndə çoban dedi. Deməli, Qaraca çoban evinin son halı necə olduğunu Qazan xana deyəndə Qazan xan əsəbləşir və onu qarğıyır. Aha, nə danlayırsan məni ağam Qazan? Yoxsa heç köksündə yoxmudur iman? 600 kafir də mənim üstümə gəldi. Deməli, 600 kafir bayaq kafirlərdən biri bir heyf qaldığını demişdi. Aha, 600 kafirdən 300-ünü öldürmüşdü, 300 qalmışdı. İki qardaşım şəhid oldu. İki qardaşım daban gücü və dəmir gücü. Qaban gücü və dəmir gücü. 300 kafiri öldürdüm. Aha, cəzasına çatdırdım. Sənin qapından bir kök qoyun, arıq toğlu da kafirlərə vermədim. Aha, qoyun, toğlu da verməyib. Üç yerdən yaralandım. Deməli, yaralandığını birinci bayaq orada yarasını sardığını gördü. İkincisi isə qazana deyəndə, deməli, neçə yerdən? Üç yerdən yaralandığını deyir. Aha, dərdli başım dumanlandı, yalqız qaldım. Günahım budurmu? Sonra çoban dedi. Deməli, çoban deyir. Qonur atını mənə ver. Deməli, qonur atını mənə ver. 60 tutamlıq nizəni mənə ver. Deməli, atını istəyir, nizəsini istəyir, qalxanını istəyir, böyük iti Poland qılıncını istəyir, oxqabından 80 oxunu mənə ver deyir, oxunu istəyir. Ağ tozluca tutacaqlı bərk yayını mənə ver, yayını istəyir. Gedim kafirin qolundakı şahinini öldürüm. Paltarımın qolu ilə alnımın qanını silim. Ölərsəm qoy sənin uğrunda mən ölüm. Allah qoyarsa evini mən xilas eyləyim. Deməli, bunu Qaraca çoban qazana deyir. Salur qazana deyir. Amma qazan bununla razılaşmır. Baxaq. Çoban belə dedikdə qazan qəhərləndi. Yola düzəlib götürüldü. Çoban da qazanın ardınca yetişdi. Qazan dönüb baxdı, soruşdu. Oğul çoban, hara gedirsən? Çoban dedi. Ağam qazan, sən evini, ailəni xilas etməyə gedirsən, mən də qardaşımın qanını almağa gedirəm. Deməli, nəyə gedir bu? Qardaşının intiqamını almağa. Testlərdə desə ki, ə, desə ki, Qaraca çoban Salur Qazanın evini xilas eləməyə gedir, bu yanlışdır. Demək, Salur Qazan öz iki qardaşının qanını almağa gedir. Yəni intiqam almağa gedir. Başqa hansı əsərlərimiz var idi ki, intiqam almaq istəyən obrazlarımız hansılar idi? İblis əsərində Rəna obrazı, İblis əsərində Rəna obrazı və Xavərin babası. Xavərin babası. Bu iki obraz intiqam almaq istəyirdi. Bir də ki, həmçinin bu Salur Qazan evinin yağmalandığı boyunda Qaraca çoban. Aha, belə dedikdə Qazan soruşdu. Oğul çoban, qarnım acdır. Yeməyə bir şeyin varmıdır? Çoban dedi. Bəli ağam, gecədən bir quzu bişirib qoymuşam. Gəl bu ağacın dibində oturaq.
endilər, çoban dar ağacını çıxartdı, yedilər, qazan fikirləşdi, dedi. Əgər çobanla getməli olsam, deməli, qalın Oğuz bəyləri bunu başıma qaxınc edərlər. Çobanla olmasaydım, qazan kafirləri məğlub etməzdi deyərlər. Deməli, niyə razılaşmır? Niyə razılaşmır qazan? Çünki fikirləşir ki, əgər çobanla getsəm, oradakı Oğuz bəyləri düşünə bilər ki, əgər çoban olmasaydı Salur Qazan öz evini xilas eləyə bilməzdi. Yəni kafirləri məğlub edə bilməzdi. Bu səbəbə görə çobanın özünlə gəlməsini istəmir. Qazana qeyrət gəldi. Çobanı bir böyük ağaca sarıya-sarıya möhkəm bağladı. Deməli ağaca sarıyır. Atlandı, getdi. Çobana dedi: "Ədə çoban, qarnın acmamış, gözün qaralmamışkən bu ağacı qopar. Yoxsa səni burada qurd quş yeyər." Qurd quş yeyər. Qaraca çoban güc elədi. İri ağacı yeri ilə, yurdu ilə qopardı. Baxın, burada mübaliğə var. Mübaliğə. Aha. Və qazanın ardınca düşdü. Qazan bunu baxıb gördü. Çoban ağacı arxasına alıb gəlir. Qazan soruşdu: "Ədə çoban, bu ağac nədir?" Çoban dedi: "Ağam Qazan, bu ağac ona görədir ki, sən kafiri basarsan, qarnın acar. Mən də sənə bu ağacla yemək bişirərəm." Deməli, bu Qaraca çoban dediyi bu fikir Qazana xoş gəlir və atından endi. Çobanın əllərini açır, bir dəfə də alnından öpüb deyir: Allah mənim evimi bəladan qurtararsa, səni bütün ilxılarıma başçı qoyaram." Deməli, iki dəfə, iki dəfə vəzifə təklif olunur. Birincisi kafir demişdi bayaq əsərin əvvəlində. Kafir demişdi ki, əgər bizimlə gəlsən, deməli sənə Şöklü Məlik bəylik verəcək. İkinci vəzifə təklif eləməkdə. Deməli, Qazan xan deyir ki, əgər yurdumu xilas eləyə bilsəm, sənə səni ilxılarıma başçı qoyacaq. İkisi də birlikdə yola düzəldim. Aha, bu yanda Şöklü Məlik keyfi kök, kafirlərlə yeyib içib oturmuşdu. Dedi: "Bəylər, bilirsinizmi Qazana necə heyf vurmaq lazımdır?" Baxın, bu hissəni isə Şöklü Məlik deyir. Bayaq əsərin əvvəlində, deməli, Qazanda bir heyfimiz qaldı. Yəni qoyunlarla bağlı olan heyfi kafir demişdi. Amma Burla xatunu şərab paylamaq fikrini isə Şöklü Məlik deyir. Burla xatunu gətirək, badə paylasın. Aha, badə paylasın. Bunu isə Şöklü Məlik deyir. Boyu uzun Burla bunu eşitdi. Ürəyinə, canına od düşdü. 40 incə belli qızın içinə girib məsləhət verdi. Deməli, məsləhəti nə oldu? Qazan bəyin xatunu hansınızdır deyə hansınıza yapışarlarsa 40 yerdən səs verərsiniz. Çünki bilinməsin ki, yəni özü olduğu bilinməsin onun üçün. Şöklü Məlikdən adam gəldi. Qazan bəyin xatunu hansınızdır deyə soruşdu. 40 yerdən səs gəldi. Hansıdır bilmədilər. Kafirə xəbər verdilər. Birinə yapışdıq, 40 yerdən avaz gəldi. Bilmədik hansıdır dedilər. Kafir dedi: "Ədə, gedin." Deməli, bu fikri kim deyir? Kafir deyir. Yəni Şöklü Məlik demir. Kafir deyir ki, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. Ağ ətindən qıyma çəkin. Qara qovurma bişirib 40 bəyə bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, odur. Götürün, gəlin şərab paylasın. Bunu isə uşaqlar kafir deyir. Şöklü Məlik demir. Aha. Boyu uzun Burla xatun oğlunun yanına gəlir. Oğlunun yanına gəlir və oğlu ilə məsləhətləşir. Aha, yanına gəlir. Kafirlər fikirlərini dəyişiblər. Deyiblər ki, Qazan oğlu Uruzu həbsdən çıxarıb örkənlə boğazından assın. İki kürəyinə çəngələ sancın. Qıyma ağ ətindən çəkin. Qara qovurma edib 40 bəy qızını aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, o Qazanın xatunudur. Çəkin gətirin. Şərab paylı payladın. Sənin ətindən ay oğul yeyimmi, yoxsa qazanın namusunu tapdayımmı? Nə eləyim ay oğul. Demək burada Burla xatun gəlir oğlu ilə məsləhətləşir və onun ətindən yemək yesin ya yeməsinmi
onu soruşur. Amma Uruz buna əsəbləşir və deyir: "Ağzın qurusun ana, dilin çürüsün. Ana haqqı Tanrı haqqı deyilməsəydi, baxın bu, ana haqqı Tanrı haqqı deyilməsəydi, qalxıb yerimdən durardım. Yaxamdan, boğazından tutardım. Qaba dizimin altına salardım. Ağ üzünü qara yerə çırpardım. Ağzından üzündən qan şoruldayardım. Can şirinliyini sənə göstərərdim. Bu nə sözdür? Sakın xanım ana, mənim üzərimə gəlməyəsən. Mənim üçün ağlamayasan. Qoy məni xanım ana çəngələ sancsınlar. Qoy ətimdən çəksinlər. Qara qovurma edib 40 bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki dəfə ye. Kafirlər duymasınlar, səni tanımasınlar. Onlara şərab paylayıb, atam qazanın namusunu sındırmayasan. Deməli, Uruz həmin bu fikirlə razılaşmır. Aha, oğlan bir deyəndə yaşı gildir-gildir axdı. Boyu uzun, beli incə boylu xatun boyun qulağını tutdu, yıxıldı. Payız alması kimi al yanağını yırtdı, dağıtdı. Baxın, burada təşbeh işlənib. Epitet. Yox, təşbeh işlənib, bənzətmə. Qarğa kimi qara saçını yoldu. Oğul oğul deyib zar-zar ağladı. Oruz dedi: "Xanım ana, qabağımı kəsib nə inləyirsən? Niyə zarıyırsan, niyə ağlayırsan? Bağrımı, ürəyimi nə dağlayırsan? Keçmiş günlərimi nə andırırsan? Ay ana, ərəb atları olan yerdə bir qulunu tapılmazmı? Alça qoyunlar olan yerdə bir quzusu tapılmazmı? Sən sağ ol, xanım ana, ağam sağ olsun, atam sağ olsun. Mənim kimi bir oğul tapılmazmı?" Belə dedikdə anası dözə bilmədi. Ana gedib 40 incə belli qızın arasına girdi. Kafirlər Uruzu tutub kənara dibinə gətirdilər. Deməli, kənara dibinə gətirdilər. Uruz dedi: "Ay kafir, amandır. Tanrının biliyinə şübhə yoxdur. Qoyun məni bu ağacda danışım." Deməli, ağacla danışan kimdir? Uruz. Testlərdə deyilsə ki, Qazan xan ağacla danışır, yanlışdır. Ağacla danışan obraz Uruzdur. Baxaq indi ağacla nə danışır. Çağırıb ağacı soylamış, görək xana necə soylamışdır. Sənə ağac, ağac deyirəmsə, öyünmə ağac. Məkkə ilə Mədinənin qapısı ağac. Deməli, ağacı necə adlandırır? Məkkə ilə Mədinənin qapısı. Gözləyin. Məkkə ilə Mədinənin qapısı. Qapısı. Müsey kəlimin əsası. Böyük-böyük suların körpüsü. Nəhəng-nəhəng dənizlərin gəmisi. Əlinin düldülünün yəhəri. Əlinin qılıncının qını. Məni səndən asarlar, götürmə ağac. Götürsən igidliyim tutsun səni ağac. Deməli, bunlar ağaca bənzətmələrdir. Deməli, ağacı bunlarla bənzədir. Məkkə ilə Mədinənin qapısı, Müsey kəlimin əsası. Belə, Uruz sönkür-önkür ağladı. Yanıq ciyərini dağladı. Bu zaman sultanım Salur Qazanla Qaraca çoban çaparaq getdi. Deməli, birinci kim gəlir? Birinci gələnlər Salur Qazan və Qaraca çoban. Birinci Salur Qazan və Qaraca çoban gəlir. Çobanın sapandının daşlağı 3 yaşar dana dərisindən, sapandının qolları 3 keçi tükündən idi. Hər atanda 12 batman daş atardı. 12 batman daş atardı. Atdığı daş yerə düşməzdi. Baxın, burada da mübaliğə işlənib. Atdığı daş yerə düşməzdi. Yerə düşsə də toz kimi sovrular, kül kimi ovlardı. Və 3 ilədək, yəni daş düşən yer 3 ilədək daşın düşdüyü yerin ot bitməzdi 3 ilədək. Bayırda kök qoyun da, arıq toğlu da qalsaydı sapandan qorxusundan qurd gəlib yeməzdi. Aha, sultanım Qaraca çoban çatan kimi sapandını işə saldı. Aha, sapandını işə saldı. Dünya aləm kafirin gözünə qaraldı. Qazan dedi: "Qaraca çoban, qoy anamı kafirdən istəyin. At ayağı altında qalmasın." Deməli, Qazan gələndə birinci anasını istəyir. Deməli, ilk anasını istəyir kafirdən. Görək kafir nə deyir? Aha, Qazan kafiri çağırıb soylamış. Birinci Qazan deyir: "Ay Şöklü Mərd." Demək, kafiri kimdən istəyir? Anasını kimdən istəyir? Şöklü Mərddən istəyir.
Qızıl taclı uca evlərimi götürüb gəlmisən, sənə kölgəlik olsun. Deməli, evləri kölgəlik olsun deyə. Qiymətli xəzinəmi, bol gümüşümü götürmüsən, sənə xərclik olsun. Xəzinə, gümüş, xərclik olsun deyə. 40 incə belli qızla burla xatunu gətirmisən, sənə əsir olsun. Deməli, incə belli qız, burla xatun əsir olsun deyə gətirmisən. 40 igid, oğlum Uruzu gətirmisən, sənin qulun olsun. Tövlə-tövlə şəhanə atlarımı gətirmisən, sənin miniyin olsun. Qatar-qatar dəvələrimi gətirmisən, gətirib gəlmisən sənə, sənin yükünü daşısın. Qoca anamı gətirmisən, ay kafir, anamı ver mənə. Deməli, indi anasını istəyir. Savaşmadan, vuruşmadan qayıdım geri. Dönüb gedim. Deməli, savaşmadan, vuruşmadan anasını istəyir. Nasıl? İndi baxaq kafir nə deyir? Kafir dedi. Qızıl taclı evini gətirmişik, bizimdir. Bizimdir. Şəkli Məlik 40 incə belli qızla Burla xatını gətirmişdir, bizimdir. Bax bunu kafir deyir. Şəkli Məlik demir, kafir deyir. Qaraca qananı gətirmişiksə bizimdir. Sənə vermərik. Yayxan keşiş oğluna verərik. Deməli ananı qazanın anasına. Yayxan keşiş oğluna verməyi deyir. Yayxan keşiş oğluna verərik deyir. Yayxan keşiş oğlundan bir oğlu doğular. Deməli. Həmin oğlu sənə əvəz qoyarıq deyir. Bunu eşidən Qaraca çobanın acığı tutur və görək Qaraca çoban nə deyir. Qaraca çoban da deyir ki, deməli, ağılsız, başsız kafir. Deməli, kafiri ağılsız adlandırır, başsız adlandırır, dinsiz adlandırır, huşsuz adlandırır. Qarşıda yatan qarlı dağlar qarıyıbdır, otu bitməz. Aha. Qan qadalı irmaqlar quruyubdur, suyu gəlməz. Şəhanə şahbaz atlar qarıyıbdır, qulun verməz. Qızıl-qızıl dəvələrdə köşək verməz deyir. Və qazanın anası da deyir qocalıbdır, daha oğul verməz. Bunu deyən Qaraca çobandır. Kimə deyir? Kafirə deyir. Aha. Bu vaxt qalın Oğuz bəyləri yetişdi. Xanım görək kimlər gəldi. Deməli indi ə, bu Oğuz bəylərinin gəlmə, yəni ilk kimlər gəlib, ardıcıllığını diqqətlə yadımızda saxlamalıyıq. Deməli, Qaradərə ağzından Qarabuğa dərisindən beşiyinin yerliyi olan, acığı tutanda Qaradaşı kül eləyən. Deməli, Qaradərə ağzına baxın, Qaradərə. Qını yadda saxlaya bilərsiniz, bu qara gün olacaq. Aha, yerli olan, acığı tutanda Qaradaşı kül eləyən, Qaradaş. Kül eləyən, bığını boynu dalında 7 dəfə düyünləyən. Deməli, bığını 7 dəfə düyünləyən igidlər igidi. Qazan bəyin qardaşı. Deməli, Qazan bəyin qardaşı Qara Günə. Deməli, birinci kim oldu? Birinci oldu Qara Günə. Qara Günə. Aha, Qara Günə yetişdi. Çal qılıncını qardaşım Qazan, yetdim. Birinci qardaşı gəldi. İkincisi kim gəlir baxaq. İkinci kim gəlir? Dəmir qapı Dərbətdəki, baxın, dəmir, dınan, Dərbətdəki, dı. Dəmir qapını hücumla alan, 60 tutamlıq böyük nizəsinin ucunda igidlər böyürdən Qıyan Səlcik oğlu Dəli Dondaz. Baxın, Dəmir qapı Dərbənd, hər üçü D-dır. Baxın, Dəmir qapı Dərbətdəki, bu da Dəli Dondaz. D-la yada saxlaya bilərsiniz. Deməli, 2 oldu Dəli Dondaz. Dondaz. Üçüncü kim gəlir baxaq. Aha, buyurun, çal qılıncını ağam Qazan yetdim. Bunun ardınca görək kimlər yetişdi. Amidlə Mərdin qapısını vurub yıxan. Dəmir yaylı Amid və Mərdin qapısını vurub yıxan. Dəmir yaylı Qıpçaq Məliyə qan qusturan. Qıpçaq Məliyə qan qusturan. Gələrək Qazanın qızını mərdliklə alan. Demək, Qazanın qızını alan. Oğuzun ağ saqqalı qocaları görəndə o igidə əhsən deyən. Demək, əhsən deyən. Al məxmər şalvarlı. Al məxmər şalvarlı. Atı mavi qotazlı. Deməli, mavi qotazlı. Qaragünə oğlu Qarabudaq. Deməli, Qaragünənin oğlu Qarabudaq gəlir. Deməli, üçüncü kim gəldi? Qarabudaq. Qarabudağa Dəlibudaq da deyirlər. Qarabudaq.
Aha. Bunun ardınca görək kimlər yetişdi. İcazəsiz Bayandır xanın düşmənini basan. Bayandır xan düşmənini basan. 60 min kafirə qan qusturan. Ağ boz atının yalı üzərində qar yığılan qəflət qoca oğlu Şir Şəmsəddin. Demək, Şir Şəmsəddin atı ağ, ağ ayğır idi, ağ atı idi. Aha, çal qılıncına ağam qazan çatdım. Deməli, dördüncü oldu Şir Şəmsəddin. Bunun ardınca xanım görək kimlər yetişdi. Çalım çarpaz çalmalı, çal qaranquş ərdəmli, qurama qurşaqlı, qulağı qızıl küpəli, qalın deməli. Çalım çarpaz çalmalı, çal qaranquş ərdəmli, qurama qurşaqlı, qulağı qızıl küpəli, qalın Oğuz bəylərini bir-bir atından yıxan, qalın Oğuz bəylərini atından yıxan, qazılıq qoca oğlu Yeynək. Yeynək bəy çaparaq yetişdi. Yeynəklə bağlı yuxarıda qeyd eləmişdik. Yeynək qazana nə deyirdi? Keşiş deyirdi. Keşiş. Necə yadda saxlayırsınız? Kina. Yadda saxlaya bilərsiniz. Aha, çal qılıncını ağam qazan çatdım dedi. Bunun ardınca xanım görək kimlər yetişdi. Deməli, beşinci də kim gəldi? Yeynək gəldi. 5 də oldu Yeynək. Yeynək. Aha, kimlər yetişdi? Parasarın Baybur tasarına sıçrayıb aşan. Al rəngli gəlin otağına qarşı gələn. Bayburt qalası. Aha, al rəngli gəlin otağına qarşı gələn. Yeddi qızın ümidi. Yeddi qızın ümidi. Qalın Oğuzun müjdəçisi, Qazan bəyin silahdaşı, boz ayğırlı beyrək. Deməli, atın adı boz ayğırlı beyrək gəldi. Bunda Bayburt, buna beyrək, bunu yada saxlaya bilərsiniz. Çal qılıncını ağam Qazan çatdım dedi. Bunun ardınca xanım görək kimlər yetişdi. 60 təkə dərisindən olan kürkü topuqlarını örtməyən. Aha. 6 erkək dərisindən papağı qulağını örtməyən. Papağı qulağını örtməyən. Baldırları incə. Qazan bəyin dayısı, baxın, dayısı at ağızlı Aruz qoca. Demək, Aruz Qazan bəyin dayısı oldu. Çal qılıncını bəyim Qazan çatdım. Bunun ardınca xanım görək kimlər yetişdi. Kafirləri it ardına qoşub alçaldan. Eldən çıxıb ayğır gözlü suyundan at üzdürən. 57 qalanın açarını alan. 57 qalanın açarını alan. Ağməliyin çeşmə qızına, Ağməliyin qızına evlənən. Sufi Sandal Məlikə qan qusturan. Sufi Sandal Məlikə qan qusturan. İlək qoca oğlu Alp Ərən. Alp Ərən. Çaparaq yetişdi. Çal qılıncını ağam Qazan çatdım dedi. Sayılmaqla bəylər tükənməz, hamı yetişdi. Təmiz suda yuyundular. Ağ alınlarını yerə qoydular. 2 rükət namaz qıldılar. Adı Əziz Məhəmmədə salavat gətirdilər. Deməli, bəylər yetişdi və 2 rükət namaz qıldılar. Və sonra heç bir deməli, sonra isə təklifsiz, heç bir təklif olmadan kafirin üzərinə at saldılar, qılınc çaldılar. Aha, o gün cəsur igidlər bəlli oldu. O gün namərdlər gizləməyə yer axtardı. O gün bir qiyamət savaşı oldu ki, meydan başdan başa doldu. Başlar top kimi kəsildi. Şahanə atlar qaçanda nalı düşdü. Böyük, uzun nizələr sancılıb süsləndi. Böyük, polad qılınclar çalındı. Tiyəsi korlaşdı. 3 ləkəli qayın oxlar atıldı. Dəmir ucluğu düşdü. O gün elə bir o gün elə bir qiyamətin bir günü idi. O gün elə bir qiyamətin bir günü idi. Bəy nökərlərindən, nökər bəyindən ayrıldı. Dış Oğuz bəyləri ilə Dəli Dondaz sağdan. Deməli, dış Oğuz bəyləri və Dəli Dondaz hardan gəlir? Sağdan gəlir, sağdan. Cəsur igidlərlə Qaragünə oğlu Dəli Budaq. Demək, Qaragünə oğlu Qarabudaq. Baxın, Qarabudaq kimi Dəli Budaq da deyirlər buna. Demək, Qaragünə oğlu Dəli Budaq soldan gəlir. Soldan gəlir. Hücum etdi.
Deməli, dış Oğuz bəyləri Dəli Dondaz sağdan, Qaragünə oğlu Dəli Budaq soldan hücum etdi. İç Oğuz bəyləri ilə Qazan xan mərkəzdə olur. Qazan xan mərkəzdə olur. Düşmənləri topasına hücum etdi. Şöklü Məliyə çatdı, böyürüb artdan yerə saldı. Qəfilcə tutub başını kəsdi. Deməli, Şöklü Məliyi öldürən kim oldu? Qazan xan oldu. Şöklü Məliyi Qazan xan öldürür. Qazan xan öldürür. Aha. Elə bir zərbə ilə ağ qanını yer üzərinə tökdü. Sağ tərəfdə Qara Tükən Məliklə Qıyan Səlcikoğlu Dəli Dondaz qarşılaşdı. Deməli, Qara Tükən Məliyə qan qusturan bayaq yuxarıda qeyd etmişdik. Qara Tükən Məliyə qan qusturan kim idi? Dəli Dondaz. Dəli Dondaz qarşıladı. Sağ yanını qılınclayıb yerə saldı. Deməli, Qara Tükən Məliyi öldürən Dəli Dondaz oldu. Şöklü Məliyi öldürən Qazanxan oldu. Aha. Qaragünə oğlu Dəli Budaq, demək sol tərəfdə Buğacıq Məliyi öldürən Dəli Budaq olacaq. Mhm. Altı pərli körs ilə təpəsinə möhkəm zərbə vurdu. Dünya aləm Buğacıq Məliyin gözündə qaraldı. Atın boynunu qucaqlayıb yerə düşdü. Deməli, Dəli Budaq da Buğacıq Məliyi öldürür. Aha, ümumi necə oldu? Qazan xan Şöklü Məliyi öldürür. Baxın burada qeyd edir. Qazan xan Şöklü Məliyi öldürür. Dəli Dondaz, Dəli Budaq, demək Boğacıq Məliyi, ə, Dəli Budaq öldürür. Baxın, bu. Yadda saxlaya bilərsiniz. Sonra ə, Qara Tükənməli isə kim öldürür? Dəli Dondaz öldürür. Dəli Dondaz. Bunda D-nın kar qarşılığı T-dır. Buradan yadda saxlaya bilərsiniz. Aha, bunları öldürür. Qazan bəyin qardaşı kafirin bayrağını qılınclayıb yerə saldı. Qazan bəyin qardaşı kim idi? Qaragünə. Demək, qılıncı ə, bayrağı yerə salan qardaşı olur burada. Bayrağı yerə salan. Amma Uruz bəyin dustaq olduğu boyda isə, Uruz bəyin dustaq olduğu boyda bayrağı yerə salan Burla xatun idi. Amma bu da fərqli cəhət kimi götürülə bilər. Salur Qazan evinin yağmalanması boyunda bayrağı yerə salan Qaragünə olur. Qaragünə. Salur Qazanda isə Burla xatun olur. Aha. Dərələrdə, təpələrdə kafirlərə qırğın düşdü. Leşlərinə quzğun toplaşdı. 12 min kafir qılıncdan keçdi. 12 min kafir qılıncdan keçdi. Oğuz igidlərinin 500 şəhid oldu. 500 şəhid oldu. İlk şəhid olan kim idi? Sarı Salmaş idi. Daha sonra Daban gücü, Dəmir gücü və ümumilikdə 500 şəhid olur. Qazan bəy qaçanı qovmadı. Aman deyəni öldürmədi. Baxın, bu da əsasdır. Bəzən testlərdə ə, qeyd oluna bilər ki, Qazan bəy qaçanı qovdu, aman deyəni öldürdü. Bu artıq yanlışdır. Qeyd olunur ki, Qazan bəy qaçanı qovmur, aman deyəni öldürmür. Aha, Qalın Oğuz bəyləri böyük qənimət əldə etdilər. Qazan bəy ordusunun arvad uşağını xəzinəsini aldı. Qızıl taxtında geri döndü. Demək, geri dönəndən sonra gördüyü işlər hansılar olur Qazan bəyin? Geri dönəndən sonra gördüyü işlər. Onlar da bura qeyd edək. Aha, deməli, yeni evlər tikdirdi. Deməli, birinci olduğu evlər tikdirir. Evlər tikir. Daha sonra Qaraca çobana Əmiraxur vəzifəsi verir. Demək, evlər tikdirdi. Qaraca çobana Əmiraxur vəzifəsi verir. Əmiraxur. Əmiraxur vəzifəsi verir. 7 gün, 7 gecə içmək olur. Yeyib içmək olur. 7 gün, 7 gecə. 40 nəfər qulu, demək 40 nəfər qulu. 40 kənizi oğlu Uruza görə azad elədi. Deməli, kəniz və qul. Kimə görə azad edir? Oğlu Uruza görə azad edir. Aha, sonda da deməli, qoç igidlərə çoxlu torpaqları verir, çuxa arxalıq verir. Bunu da qeyd edin. Aha, daha sonra Dədəm Qorqud gəlir, boy boyluyur, soy soylayır. Bu Oğuznaməni qoşub düzdür və belə dedi. Hani dediyim bəy ərənlər. Baxın, bu da testə düşür. Deyir ki,
Kimin dilindən verilib? Bu da olacaq. Dədə Qorqudun dilindən verilir. Aha, demə nə deyir? Dünya, hani dediyim bəy ərənlər, dünya mənim deyənlər. Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli dünya, son ucu ölümlü dünya. Xeyir-dua verək xanım. Qarlı uca dağların yıxılmasın. Deməli, əsər xeyir-dua ilə başa çatır. Xeyir-dua verir və qurtarır. Qarlı uca dağların yıxılmasın, kölgəli kündür ağacın kəsilməsin. Coşqun axan gözəl suyun qurumasın. Tanrı sən namərdə möhtac etməsin. Belə, əsərimiz bunda yekunlaşır və sonda ümumi qeydlərə də nəzər sala bilərik uşaqlar. Deməli, İki dəfə vəzifə təklif edilən obraz hansı olur? İki dəfə vəzifə təklif edilən obraz. İki dəfə vəzifə təklif edilən obraz olacaq Qaracı Çoban. Qaracı Çoban. Birinci vəzifə kim təklif eləmişdi? Kafir. İkinci vəzifə kim təklif eləmişdi? Qazanxan. Kafir hansı vəzifəni təklif eləmişdi? Bəylik. Qazanxan isə Əmiraxur. Əmiraxur vəzifəsini təklif edir. Daha sonra amma testlərdə desək ki, iki dəfə bəylik verilən obraz Qaraca çobandır. Bu artıq yanlış fikir uşaqlar. Daha sonra əsərin əvvəlində qazanın bənzətmələri hansılar oldu? Tolu quşun balası, Amid soyunun aslanı, qonur atın yiyəsi. Bunlar ümumi qazanın bənzətmələridir. Aha, ova çıxmaq təklifini ilk verən kim idi? Ova çıxmaq təklifini verən Qazanxan idi. Qazan. Bəs razılaşan kim idi? İlk razılaşan Qıyan Səlcuq oğlu Dəli Dondaz. Birinci olacaq Dəli Dondaz. Dəli Dondaz. İkinci razılaşan da Qarabudaq. Qarabudaq. Testlərdə desək ki, üçüncü razılaşan Aruzdur. Bu yanlışdır. Aruz sadəcə orada hara gedəcəyini xəbər verir. Yəni Gürcüstan sərhədinə getməklərini biz Aruz qocanın dilindən eşidirik. Və bundan əlavə evinin evinə kim başçılıq edəcəyini, yəni e, evinin üstünə kimi qoyduğunu da Aruz qocadan eşidirik biz. Aha, atlar hansılar idi? At məsələsi var burada. Hansı at kimin idi? Deməli, ona da baxaq uşaqlar. Da qeyd edək. Deməli, qonur at yox, qonur at olacaq qonur. Olacaq Qazanxanın. Qazan. Baxın, qını yadda saxlaya bilərsiniz. Qonur və qazan. Belə yadda saxlaya bilərsiniz. Aha. Təpəqaşqa atlardır bunlar. Təpəqaşqa olacaq. Təpər Təpəqaşqa olacaq. Dəli Dondaz. Dəli Dondaz. Bunu necə yadda saxlaya bilərsiniz? Baxın, təpər qaşqa iki sözdən ibarətdir. Dəli Dondaz iki sözdən ibarətdir. Bundan əlavə, baxın, D samitinin kar qarşılığı T-dır. Baxın, buradan da yadda saxlaya bilərsiniz. Sonra, Qaragünə olacaq. Qaragünə. Qaragünənin atı olacaq. Göy at. Göy bədəvi at. Bunu necə yadda saxlaya bilərsiniz uşaqlar? Deməli, qara rəng olaraq və göy rəng olaraq yadda saxlaya bilərsiniz. Sonra ağ atı Şir Şəmsəddin, beyrək. Beyrək olacaq. Beyrək olacaq. Boz ayğır. Bunu da B ilə yadda saxlaya bilərsiniz. Həmçinin beyrək Bayburt hasarından sıçrayıb aşan. Bu da B ilə yadda saxlaya bilərsiniz. Yeynək də yeynək. Bir də yeynək qaldı. Yeynək də deməli duru ayğırdı. Duru ayğır. Bunu da necə yadda saxlaya bilərsiniz uşaqlar? Deməli, yeynək sözünü yemək sözü ilə əlaqələndirin. Yemək. Yemək. Bu duru da yeməyin müəyyən bir əlaməti olsun. Məsələn, duru yemək. Aha, burada yadda saxlaya bilərsiniz. Yeynək olacaq duru ayğır. Aha, həmçinin yeynək qazana necə deyirdi?
necə müraciət eləyirdi? Keşiş deyə müraciət eləyirdi. Keşiş. Bunu da necə yadda saxlaya bilərsiniz? Yeynək, sondakı k və keşiş. Buradan yadda saxlaya bilərsiniz. Hara ova getmişdilər? Aladağ ova getmişdilər. Gürcüstan Aladağ ova getmişdilər. Daha sonra uşaqlar hansı qeydləri buradan qeyd edə bilərik? Əlavə. Deməli, o məsələsini Şöklü Məliyə xəbər verən cəsus idi. Casus. Anı yazdım. Casus idi. Sonra neçə kafir gəlmişdi? 7000 kafir gəlmişdi düşərgəyə. Talan eləməyə gəlmişdi. İlk şəhid olan obrazımız Sarı Salmaş. İlk şəhid olan obraz Sarı Salmaş. Harda şəhid olmuşdu? Salur Qazan evi üstündə şəhid olmuşdu. Qazanda bir heyfimiz qaldı deyən kim idi? Kafir idi. Kafir. Hansı, deməli, kafir də hansı məsələni demişdi? Hansı ə, heyf deyirdi burada? Qoyun məsələsini deyirdi. Dərbəndəki qoyun məsələsini deyirdi. Aha. İlk yuxu görən obraz Qaraca Çoban. İlk yuxu görən obraz hansı oldu? Qaraca Çoban. Amma Qaraca Çoban yuxusunu yozurmu? Yozmur. Amma Salur Qazan isə yuxusunu yozur. Salur Qazan yozur. Yuxusunu kim yozur? Qardaşı Qaragünə. Qaragünə yuxusunu yozur. Aha. Qaraca çoban yuxu görəndən sonra hansı işləri həyata keçirir? Deməli, iki qardaşını yanına çağırır. Daban gücü və dəmir gücü. Qaban gücü və dəmir gücünü yanına çağırır. Ağlın qapısını bərkidir. Üç yerdə təpə daş yağır və sapandını əlinə alır. Bundan sonra kafirlər gəlir və kafirlər Qaraca çobana bəylik vəzifəsini verməyi deyir. Belə uşaqlar. Bu da bizim ümumi təhlilimiz oldu.